olduqca mühüm faydada. Hansı ki biz buna heç diqqət eləmirik. Yəni bu da keçmiş müsəlmanların əsas dərdinin nə olduğunu bildirir ki, əsas dərdi, əsas məqsədi Allah Teala'nın razılığıdır. İbn Aqil deyir ki, əgər Allah Teala səninlə insanlar arasında, məxluqat arasında bir sıxıntı, bir vəhşət salırsa, insanlarla sən aranda bir sıxıntı, bir vəhşət yaranırsa, bil ki, Allah Teala səni özünə tərəf çəkir. Onlara bağlantıdan qıraraq özünə bağlayır. Elə isə insanların sənə etdiyi pisliklərə görə Allah həmd elə. İnsanlar sənə pislik etməsi ilə səninlə insanlara sıxıntı, vəhşət yaranırsa, Allah Teala bununla səni özünə tərəf çəkir. Onlardan qırılaraq Allaha bağlanasan. Və buna görə insanların elədiyi pisliyə görə Allah həmd elə. Əgər onlar sənə yaxşılıq etsəydilər həmişə, sən Allahdan ayrılıb, qırılıb insanlara bağlanardın. Çünki sən bir-iki loxmanın oğlusan, bir-iki tikə yeməyin, bir-iki gözəl sözün oğlusan. Yəni bir-iki tikə yemək, bir neçə gözəl sözlə sən ona meyl edirsən. Kim ki sənə gözəl söz deyib, kim ki sənə nəysə bir hədiyyə verib, istər-istəməz ona meyl edirsən. Onunla ünsiyyətdə olsan. Azacıq bir şey səni onlara tərəf çəkəcək. Amma pislik eləməklə səninlə istər-istəməz aralanırsan və Allaha tərəf gedirsən, Allaha bağlanırsan. Və buna görə də Allah həmd elə.